Xanım Zəhra salamullah aleyhanın pak və mütəhhər ruhuna salavat deyək. Allahümme salli ala Muhammed və ali Muhammed və accil fərəcəhum. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri və yessir li əmri və hlul uqdatan min lisani yefqahu qawli. Elhamdülillahi'llezî ersala ileyna rasulen minna yetlu aleyna ayatihi ve yuzakkina ve yuallimuna'l kitaba vel hikme ve yuallimuna ma lam na'lam. Vessalatu vesselam ala Resulillahil a'zam ve ala ehli beytihi tayyibin tahirin. Ala emiril mu'minin Ali ibn Abi Talib ve veledihi'l kerimil muntaqim. معز المؤمنين ومضل الكافرين الإمام المهدي المضطر المنتظر اللهم صل على محمد وآل محمد. Xanım Zəhra salamullah aleyhanın mövlud günüdür. Bu mövlud günü hamımıza inşallah ki mübarək olsun. Allah Taala'nın xüsusi inayətləri nəticəsində Allah Taala bizi müvəffəq eləsin ki, xanımın layiqli şiələrindən olaq. Xanım Zəhra salamullah aleyhanın pak ruhuna bir daha da salavat deyək. Allahümme salli ala Xanım Zəhra salamullah aleyhanın belə deyək, adlarından, sifətlərindən biri ki, Həzrət Rasulullah sallallahu aleyhi və səlləmdən və əhl-i beytdən bizə gəlib çatıb hədislərdə Seyyidətü Nisa'il aləmindir, yəni aləmlərin xanımlarının xanımı. Bütün yəni aləmlərin kamil xanımı. Odur ki, Xanım Zəhra salamullah aleyhanın həmin o aləmlərə biz istəyirsə təqdim eləyək, Avropaya, Amerikaya və Kanada belə-belə o şiənin yaşamadığı əsasən yerlərə və o zehniyyətdə olan insanlara əgər biz istəsək, Xanım Zəhra salamullah aleyhanı təbliğ eləyək və tanıtdıraq, desək ki, Xanım Zəhra salamullah aleyhanın adlarından biri, sifətlərindən biri aləmlərin xanımıdır, Seyyidətü Nisa'il aləmindir. Soruşacaq, niyə? İndi görəsən, biz nə həddə Xanım Zəhra salamullah aleyhanı tanıyırıq ki, biz eləyə bilərikmi ki, biz tanıtdıraq cəmaata ki, nə üçün harada olmağından baxmayaraq hər bir xanımın, yəni nümunəsi Xanım Zəhra salamullah aleyhadır. Xanım Zəhra salamullah aleyhaya iki dənə baxış var. Bir, ənənəvi şiə baxışı ki, Xanım Zəhra salamullah aleyhanın deməli biz bu cür əsasən bu sözlər deyilir və məxsusən şəhadət günlərində də daha çox bu söhbətlər olunur ki, Xanım Zəhra salamullah aleyhaya necə zülmlər olundu. Fədək bağı əlindən alındı. Ta şəhadətinə qədər müəyyən o müsibətlər ki, üz vermişdi Xanım Zəhra salamullah aleyhaya. Ancaq bu tərəfdən biz bunu disöy tanıtdırsaq, bu ancaq şiənin, yəni məzhəb olaraq Xanım Zəhra salamullah aleyha məzhəb olaraq bizdə kimdir? Biz onu istəmişik deyək. O da ki, Xanım Zəhra salamullah aleyhanın şəxsiyyəti bu deyil təkcə, bu da var. Və aləmlərə əgər biz istəsək ki, Xanım Zəhra salamullah aleyhanı tanıtdıraq, yəni dünyəvi, bütün dünya insanlarının, bütün dünya xanımlarının xanımı olaraq istəyiriksə biz tanıtdıraq, Xanım Zəhra salamullah aleyhanın haqqında birinci solunda deyəcək ki, niyə görəsən mənim də məmləkətimdə yeganə kamil insan nümunəsi qadınlar üçün deyək, Xanım Zəhranın üçün deyirlər. Müsibətlərin özünə biz baxsaq, həmin bu müsibətlərin oxşarı başqa xalqlarda və millətlərdə və başqa dinlərdə hətta ola bilər ki, rastımıza gələ bu cür çətinliklər. Bir dənə xanımı ki, görürsən, əziyyətlər verilir, müəyyən çətinliklər üz verir o xanıma. Başqa məmləkətlərdə və dinlərdə də Xanım Zəhra salamullah aleyhaya oxşar, yəni maddi tərəfində bu zülmlər, oxşar zülmlər olunduğunu biz görərik. Və hətta bəzilərini görürsən ki, Məsihi kilsələrində müəyyən insanlar gəlir, xanım Məryəmə təvəssüllər eləyirlər. Həzrəti İsa aleyhisselamın anasına görürsən də, ola bilər də ki, çox möhkəm də inanırlar.
xanım Məryəm salamullah əleyhanın şəxsiyyətinə və onlar üçün nümunə həmin xanım Məryəmdir bəlkə də. Amma xanım Məryəm üçün gəlməyib bu vəsf. Xanım Zəhra salamullah əleyh üçün gəlib. Nə üçün? Bax, bu nə üçünü izah eləmək qeyri-şiə üçün, qeyri-müsəlman çox çətin yerlərdəndir ki, lazımdır ki, bu tərəfə amma biz indi bu dəqiqə dünyada tanıtdıraq. Gərək başa salaq, başa düşsünlər ki, nə üçün xanım Zəhra salamullah aleyha tərcihi var başqa xanımlara. Nə üçün başqa tarixdə olan o xanım şəxsiyyətlər ki, olub, məsələn, böyük şəxsiyyətlər deyək, tarixdə, nə üçün xanım Zəhra salamullah aleyha onlardan üstündür? Əgər biz fikirləşsək ki, xanım Zəhra o xanım Zəhradır ki, ona adı çəkilən və dediyimiz problemlər üz vermişdi, müəyyən müsibətlərə deməli, düçar olmuşdu, fədək bağı alınmışdı və ona görə də ağlayırıq onun üçün. İndi şəhadət günü deyil, təbii ki, məvlud günüdür. Amma xanım Zəhra salamullah aleyhanın şəxsiyyətini istəyirik tanımaq üçün da bu sözləri də deyək ki, başa düşək. Təkcə biz fikirləşdik ki, xanım Zəhra elə bax, bu dediyimiz adı çəkilən müsibətlərə üz gətirən bir şəxsiyyət olub tarixdə, xanım Zəhra salamullah aleyhanın şəxsiyyətini əslən başa düşməmişik. Xanım Zəhra salamullah aleyhanın haqqında danışılan məşhur hadisələr nədir? Xanım Zəhra salamullah aleyha ağlayırdı, məsələn, gecə-gündüz olurdu ki, hətta Beytül Əhsan deyilə bir yerdə qərar verilmişdi bu üçün. Amma biz bəzən şiə olaraq xüsusən özümüzlə müqayisə edirik deyə məsum şəxsi və xanım Zəhra salamullah aleyhanı fikirləşirik ki, biz necə ki qəmlənirik nədəsə, o da elə şeylərə qəmlənir. Biz nəyə şad oluruqsa, o da həmin şeyə şad olar. Biz qeyri-məsum insanlarda qəmnöşün olur. Ola bilər ki, məsələn, bir dənə hansısa bir müsibət üz gəldi, ağlayır, o müsibətin özünə görə ağlayır. Məsələn, bir insanı vurarlar, insan ağlayar. Zərbəyə görə ağlayar da, o incitdiyinə görə. Biz də deyirik, yəqin elə hər adam elədir, məsum da elə ona görə ağlayar. Ya məsələn, biz şad oluruq, bizə bir dənə pul üz verən kimi biz şadlanırıq. Deyirik, elə yəqin ki, fədayı da versəydilər, ürəyi şad olardı bəlkə. Halbuki o deyil. Xanım Zəhra salamullah aleyha əslən bu məsələlər üçün nə ağlayıb, nə də şadlanıb. Bunu möhkəm deyirəm. Bəs xanım Zəhra salamullah aleyhanın fikri nə idi? Nə üçün, yenə deyirəm, xanım Zəhra salamullah aleyhanın şəxsiyyətindən istəyirsə danışar, xanımın onsuz da həyatı əziyyətlərlə keçib deyə, şəxsiyyətini də tanımaqdan ötəri, mövlud belə olsa gərək o əziyyətlərdən danışılar. Mən kimisə burada istəmirəm qəmləndirim, yəni. O heçsən, salavat deyib dənə Peyğəmbər əhl-i beytinə. Əgər bir insan fikirləşsə ki, xanım Zəhra salamullah aleyha o xanımdır ki, onun şəxsiyyəti, yəni xanım Zəhranın şəxsiyyəti budur ki, fədək üçün ağlayırdı, fədək əlindən getdi deyə, zülümlər oldu deyə ağlayırdı və hökumət Əli əleyhissalama çatmadı deyə ağlayırdı, yəni hökumətin özünə görə ağlayırdı. Nə üçün? Məsələn, biz olmadıq, başqaları oldu. Bunun üçün ağlayırdı kimi fikirləşsə, insan əslən, yəni xanım Zəhra salamullah aleyhanın əslən fikirlərini başa düşürük, həyatını da başa düşürük. Xanım Zəhra salamullah aleyhanın şəxsiyyətini başa düşməkdən ötürü bir dənə hədis-i qüdsi var, çox zikr olunur bu hədis-i qüdsi, cümələrin birində demişdik də buna. Ya Rasulallah, ləulak və ma xaləqtul əflak. Peyğəmbər, sən olmasın, kainatı yaratmazdı. وَلَوْلَا عَلِي وَمَا خَلَقْتُكَ Əli də olmasa səni yaratmazdım. وَلَوْلَا فَاطِمَةَ وَمَا خَلَقْتُكُمَا Fatimə olmasa heç birinizi xəlq eləməzdi. Biz yenə gəlirik materialist müsəlman kimi, ateist müsəlman kimi bizim düşüncəmiz belə olur ki, onda bu üstündür, bu üstündür. O da üstündür, hamıdan üstün bu birisidir. Bu deyil. Əslən, bunlar
Kulluhum nurun vahid ki deyir hədis, hamısı bir dənə vahid nurdur ya. Bunlar bir-birindən ayrı təsəvvür oluna bilməz. Yəni Peyğəmbərin gərək ki, xanım Zəhra kimi qızı olardı. Xanım Zəhranın da Peyğəmbər kimi atası olmalıydı və Əli kimi həyat yoldaşı. Əlinin də xanım Zəhra kimi həyat yoldaşı. Bunlar zəncirdir. Bunların biri olmasa o birisi düşünülmür. Ki 12 dənə imam, 11 dənə imamın nəsli gərək xanım Zəhra sallallahu aleyha kimi bir insandan var. İndi gəlir söhbət nəyə? Bəli. Gəlir indi söhbət nəyə? Misalla gərək başa düşək bu. Xanım Zəhra sallallahu aleyhanın şəxsiyyətini başa düşmək üçün müqəddimə edirik. Hərçənd bu müqəddiməni bir dəfə eləmişik başqa yerdə. Bir dənə mahir, bir dənə mühəndis, bina tikən bir dənə insan fikirləş, dünyada, planetdə bir dənə də o bacarıqda deyək. Onu kim bacaran yoxdur, yaxşı bir dənə bina tikər. Hətta misal vurmuşdur ki, Burcu Xəlifə Dubayda onun yanında çox zəif olar. Çox möhkəm, qəşəng bir binalar tikən insandır. Bu insan binanı tikir, binanın içində hər növ ən böyük cəhcəlalları qoyur, çilçıraqlar, zatlar, hər bir şey. Ondan sonra soruşurlar, reportyorlar bunlardan ki, açılışını elədim bu binanın nöşün tikmisən? İlləti nədir ki, bu cür möhtəşəm bir dənə bina tikmisən? Deyir, heyvanat üçün tikmişəm. Papuqay üçün, at orada qoy yatsın, inəklər qoy olsun, Hitler kimi insan qoy gəlsin, orada istirahət eləsin. İnsana deməzlər ki, sən bu boyda yaxşı şəxsiyyətli, hikmətli bir insansan, yaxşı, bacarıqlı insansan, bacarıqlı bir şeydir tikmisən əməlli, amma hədəfin gör nələr üçün olub. Bütün bu yaradılış aləmi ki var, ta cindən, mələkdən tutmuş yerdəki bütün məxluqata, heyvanat və bitki örtüyünə qədər, burada məqsəd nədir? Yəni, elə o heyvanat təbəqəsinin özünü üçündür, görəsən. Yoxsa bunlar nəyinsə xidmətində olmalıdır, bir dənə həmin o hədəf də xilqətin bütün hamısında şahəsəri odur. Yəni, Allah Teala məsələn bu dünyanı, bütün bu cəhcələri yaradıb ki, heyvanat üçün və ya hər bir insan üçün, günahkar insanın özü üçün, yoxsa kamil insan üçün. Ona görə hədis onu deyir, Peyğəmbər sən olmasan heç səni yaratmazdım. Yəni, kamil insan olmasa, başqa şeylərin yaratmağın mənası yoxdur. Kamil insanın olmağının hesabına biz çörək yiyirik. Başa yəni, Hitler kimi bir insan hara, məsələn, deyək ki, məsələn, sıravi bir günah eləyib, arada savab iş görən, hələ niyyəti hələ bilinməyəcək, hara çıxacaq, elə insan hara, hədəf bütün xilqətdən onun özü olmayacaq, ondan daha kamil bir insan olacaq ki, kamil insanın kölgəsində o da tərbiyələnsin, bu kamala çatsın. Kamal olmasa, kamil insan olmasa xilqətin mənası yoxdur. Diqqət elədin. Deməli, xilqət aləmindən məqsəd bütün kainat yaranıb, kamil insana görə, o kamil insan bir an belə ona görə yer üzündə olmasa, hər şey dəyər bir-birinə. Odur ki, həmişə deyir ki, hər bir zamanda ilahi hüccət yer üzündə olmalıdır. Bu da etiqad və kəlam tərəfidir ki, başqa yerdə gələk bəhs olma inşallah. Deyir, Peyğəmbər sən olmasan, dünyanı yaratmazdım, Əli olmasa səni yaratmazdım, xanım Zəhra sallallahu aleyha olmasa da heç birisi yaratmazdım. Yəni, bunlar bir-birinə bağlı olan həqiqətlərdir ki, kamil insanlardır hamısı. İndi, kamil insanın hədəfi əgər aşağı bir şey olsa, özünə nöqsandır. İzah edirəm. Kamil bir insanın hədəfi əgər öz kamalından aşağı bir şey olsa, onun öz kamalında sual var. Yəni, dünya əgər sənə görə yaranırsa kamil insan dünyada ancaq qaçmaz ki, fədək üçün, başqa müsibətlər üçün ağlamaz ki. Deməli, xanım Zəhra sallallahu aleyhanın qəm və şadlığı öz şənindən aşağı şeylər üçün deyirdi. Yuxarı şeylər üçündür. Yəni, dünya onsuz da onlar üçün xəlq olunur. O dünya üçün ağlamayacaq ki. Hədəf nədir kamil insan? Hədəf özü aşağı bir şeyə heç vaxt könül bağlamaz ki. Salavat deyib deyək Peyğəmbərə. Bəs ona görə də xanım Zəhra sallallahu aleyhanın məsələsi və misalı kamil insan misalıdır.
Və bax, bu tərəfdən insan başa düşür ki, xanım Zəhra nə üçün dünya xanımlarının xanımıdır. Bax, buradan gərək insan daxil ola ki, qeyri-müsəlman və hər bir insana artıq biz başa sala bilərik ki, xanım Zəhra salamullah əleyhə nə üçün digər insanlardan, digər xanımlardan üstündür. Üstünlüyünü buradan deyə biləcəksən. Yoxsa deyirsən ki, xanım Zəhra belə-belə müsibətlərə üz verib, deyəcəklər o müsibətdən bəlkə də betərini bir dənə misal gətirər sənin üçün. Bəzi misalları deyəcək müəyyən müsibətlərə işarə olunacaq, ümumiyyətlə tarixdəki müsibətlərdən ki, zehnimiz tam, yəni zehnimizdə müəyyən etiqadi məsələlər otursun. Deməli, xanım Zəhra salamullah əleyhanın misalı kamil insan misalıdır. Kamil insan üçün bütün dünya yaranıb və kamil insan öz şənindən aşağı bir şeyə görə ağlamaz və şadlanmaz. Deməli, başqa şey üçün ağlayıb və şadlanır. Nə üçün indi gəlir? Xanım Zəhra salamullah əleyhanın və hər bir insanı ümumiyyətlə istəyiriksə, əgər başa düşək onun şəxsiyyətini, onun fikirlərini, nə üçün qəmlənirdi və nə üçün şadlanırdı məsələsinə də insan gərək diqqətlə baxar. Nəyə məhəbbəti var idi, nədən acığı gələrdi. Bəzən bir dənə mömini, məsələn, sıravi mömini necə tanıyarsan? Bax, gör, günaha xoşu gəlir, yoxsa yox. Savab iş görməyə xoşu gəlir, yoxsa günah eləməyə xoşu gəlir. İnsan öz-özünü orada tanıyır da. İnsanın deməli qəlbindəki, insanın xislətində, şəxsiyyətindəki alçaqlıq və ya üstünlüklər bu şeylərlə ələ gəlir. Nə istəyir, nəyin dalınca düşüb həyatda. Hədəf nədir bunda? Diqqət elədin. İndi xanım Zəhra salamullah əleyhanın şəxsiyyətini tanımaq üçün hədislərinə gərək diqqət eləyək ki, Allah Taala'dan xanım Zəhra nələr istəyir? Dünya 100% olmayıb heç birində, amma gör nələr deyib. Şəğaləni ləzzətu xidmətih an məsələtih. Məni deyir, Allah Taala'ya xidmət eləməyin ləzzəti ondan nəsə istəməyi deyir, neyniyib? Məşğul edib. Yəni, mənim başım o qədər qarışıb ki, Allah Taala'ya xidmətə, ibadətə heç özüm yaddan çıxmışam da fikirləşəm ki, mənə filan bir dənə məsələn ev eşiyi lazımdır, maşın lazımdır, filan dünyavi nemətlər lazımdır, fədək lazımdır. Şəğalən ləzzətu xidmətihi an məsələti. Və başqa yerdə deyir, Lə əsəluhu illə vəcəhə. Allah Taala'dan ancaq onun özünü istəyirəm. İstəklərə bax. Heç sıravi möminin istəyindən də daha yuxarı bir dənə mənəvi istəklərdir. Deməli, xanım Zəhra salamullah əleyhanın istəyirsə şəxsiyyətin başa düşək, kəlamlarına gələ diqqət edir, nələri istəyib, bu insan nəyin arxasıca olub ümumiyyətlə həyatda və sonra bunun yanında paralelində başına gələn müsibətlər və fədəkin alınması gərək təhlil olunan. Və elə təkcə müsibətləri sən götürsən, orada tarixini biləcəksən, hikmətini bilməyəcəksən. Xanım Zəhra salamullah əleyhanın şəxsiyyətini tam insan özü üçün araşdırıb, məsələn, tapa bilməyəcək. Xanım Zəhra salamullah əleyhanın başına gələn o müsibətlər ki var, bunun dediyi ki, misalları tarixdə var, çoxdur. Deməli, İspaniyanın əskərləri Eldorado xülyası ilə, Eldorado bir dənə şəhərdir deyirlər, qızıldan şəhər kimi bilirdilər. İndi də məsələn, qızıl çox çıxırmış, necə qızıl zinətləri çox idi üstlərində, Eldorado. Çox məşhurdur bu kəlmədə. Eldoradonun niyyəti ilə, yəni həmin o şəhəri, o qızıllarına çatmaq niyyəti ilə gedirlər Mayaların, İnklərin deməli məmləkətinə. Gəlib çıxırlar müəyyən şəhərlərdə qətliamlar eləyirlər. Qətliamlardan o bir dənə epizod deyirəm sənə. Onlarda piramidlər olurdu da, Misir ehramlarına oxşar piramidlər var idi o İnklərdə, Mayalarda. Qətl edirlər cəmaatı, İspanlar qətl eləməyə başlayırlar. İndi müəyyən deyəsən orada münaqişə ilə də üzləşmişdilər ona görə. Qadınlar olurdu ki, həmin o piramidin üstünə qədər qaçırdılar, həmin o İspan əskərlərinin əlindən. Oradan özlərini atırdılar, öldürürdülər ki, onların əlinə keçməsinlər. Bu da müsibətdir. Və Aşura məsələsi ki, biz təhlil edirik həmişə məxsusən Məhərrəm günlərində, bütün yəni ümumiyyətlə İslam aləmində olan imamların və Peyğəmbərin başına gələn müsibətlərin oxşarını biz başqa tarixdə hər yerdə biz görə bilərik. Hətta indi elə müsibətlər var, hələ o vaxt olmayıb. Diri-diri bir dənə müsəlmanı yiyən yerlər var indi. Myanma.
Elə bir dənə müsibətlər var ki, əslən əvvəl heç mümkün deyildi bəlkə fikirləşən insan. Və ya görürsən ki, Vyetnam müharibəsində Amerika təcavüz eləmişdi, məsələn, Vyetnam müharibəsində də müharibə idi öz yerində, amma bir yer danışılır orada, deməli, həmin o müharibənin epizodlarından deyir, bəzən qadınları çox vəhşicəsinə qətl edirdilər. Müəyyən hətta olub ki, uşaqlardan, belə, mən demirəm, çox xırdalamıram, uşaqlardan birini götürmüşlər, vurmuşlar başına ağaca, yarmışlar başına. Yəni, bu cür də vəhşiliklər var tarixdə, indi də var. Ermənilər Qarabağda skalpları kəsirdilər. Bəli, meşəyə də qaçan insanları təqib edib qətl edirdilər və başqa görürsən ki, işgəncə növləri də zikr olunur. İndi biz yenə deyirəm, mövluddur deyə ələyağın bağlı çox şeylər danışa bilmir insan ki, məsələn, təhlil məqamı üçün danışa bilmirəm. İşit, bu dəqiqə var. Və onun elədiyi o vəhşiliklər hesaba gəlməz ki, elə həmin o Yezid vaxtında o, deməli, Kərbəlada baş verən müsibətlərin oxşarını bəlkə də maddi cəhətdən, bəlkə də pisini, daha pisini eləyirlər işitindi. Bəs nöşün deyilir ki, Kərbəla daha üstündür, xanım Zəhra sallallahu aleyhanın başına gələn müsibətlər və onun şəxsiyyəti daha üstündür başqalarından. Hər müsibətdə baxılır hədəfə. Baxılır şəraitə. Nə üçün bu müsibət baş verdi? Bu müsibətin müqabilində nə üçün səbr elədi həmin şəxsiyyətlər? İşit hücum eləyib, silahsız insanda özünü heç müdafiə də elə bilmir. İmam Əleyhisselam özünü müdafiə elə bilməyəcəkdi. Əgər onun qapısına hücum olundu, müdafiə edə bilməyəcəkdi özünü. Qüdrəti yox idi. Diqqət edirsən, Kərbəla İmam Hüseyin Əleyhisselam bütün, yəni, o deyilən hər bir şeydə mən misallar çəkirəm, bütün İslamda olan müsibətləri bir dənə insan gələk göz qabağına gətirə, bir özü üçün bir dənə bunu düşünə. Deməli, o müsibətlər ki, baş verir ümumiyyətlə, tarixdə həmişə olub və olacaq müsibətin özünə görə demirik ki, filan bir şəxs daha üstündür başqasından. Çünki bunun başına çox müsibət gəlib. Yox, müsibət nə üçün gəlib və nə üçün bu insan səbr eləyib həmin müsibətə, hansı hədəflərə görə. Hansı o hədəflər şəninə uyğun, belə deyək, şənindən aşağı hədəf yoxsa şənindən yuxarı. Bir insanın evinə oğru girir, ər-arvadı tutur, məsələn, deyirlər ki, ərinə deyirlər ki, qızılları verməsən arvadı öldürəcək. Deyir, heç nə olmaz, qızılları mən götürüm, amma arvadı öldür. Belə bir dənə kişiyə nə deyərlər? Deyərlər, sənin həyatda hədəfin nədir? Qızıl imiş. Nöşün təhqir eləyərlər həmin kişini. Çünki tamam, yəni öz şənindən, insanlıqdan aşağı bir şey fikirləşdi, iş gördü. Odur ki, məsumların həyatında, ümumən bütün məsumlar, xüsusən xanım Zəhra sallallahu aleyhanın ki, mövludur, xanım Zəhra sallallahu aleyhadan danışırıq. Burada da xanım Zəhranın, belə deyək, qlobal fikri, bu fədək və digər müsibətlərin hərfi mənada, yəni tarixdə baş verdiyinə görə deyildi və hətta Əleyhisselamın taxtda oturmağının özünə, oturub və ya oturmamağının özünə görə döyürdü. İmamətin yeryüzündə icra olunmasına, vilayətin yeryüzündə icra olunmamasına ağlayırdı ki, tarixdə də çox böyük fəsadlara səbəb oldu. O fəsadlara hələ yenə yetişəcək. Söz çoxdur. İnşallah Allah Teala qismət eləsin, sizə də səbr versin, mənə də bəyanımı inşallah açsın ki, müəyyən sözlər gərək deyilə. Salavat deyib Peyğəmbər Əhl-i Beytinə, Allahümme deməli, fərq o hadisələrlə bu hadisələrin arasındakı fərq zahirində deyil, həqiqətindədir və gərək hər bir hadisənin həqiqəti mütaliə oluna. Xanım Zəhra sallallahu aleyha xütbəsi ki var, ona deyiblər xutbətun fədəkiyyə, fədək xütbəsi. Əslində bu adın özü yaxşı deyil. Fədək xütbəsi olmasaydı daha yaxşı olur. Bu insan qoyub da bu adı, biz özümüz qoymuşuq bu adı. Filan xütbə, bir dənə ad qoymuşuq. Orada tohid, məad, müəyyən o siyasi və ictimai təhlilləri xütbəsi ilə xanım Zəhra sallallahu aleyhi danışır, fədəkdən də danışır. Biz qoymuşuq fədək üçün, yəni danışır sanki.
Fədək üçün danışmır, o bağın özü üçün danışmır. O bağ nədir, indi onu da açacaq hələ, ondan da işimiz var. Bağın özünə görə danışmayıb ki, indi qoymuşuq adını həmin fədək bağının xütbəsi. Sanki elə bil belədir ki, xanım Zəhra Salman dünyanı istəyirdi, ona görə yəni söhbət edir. Orada nə qədər bir dənə o xütbəyə bax, elə söhbətlər danışılıb ki, fədək elə onun kölgəsində qalıb. Nə üçün amma fədək zikr olunur, bilirsən niyə? Xanım Zəhra Salman onu demək istəyir ki, hələ mən Peyğəmbərin qızının başına elə bir fədəkdən başlayıblar, gör bunlar sizin başda yəni nə oynatacaq. Diqqət elədin. Yəni, xanım Zəhranın fikir elədiyi, onun narahat olduğu, onun o qəmləndiyi, ağladığı, bütün indiyə qədər nəsillərdə baş verəcək o səqifədəki cinayətin nədir? Davamı nələrə gəlib çıxacaq. Xanım Zəhra Salman şəxsiyyətinin böyük zehninin, indikilərin dilindən üçün siyasi və ictimai təhlilinin dərinliyini bilmək istəyirsənsə, xanım Zəhra Salman əvvəldən çünki bilirdi, Əleyhissalam da, yəni bütün imamlar da bilirdilər ki, Səqifədə olan o hadisə gəlib sonra çıxacaq Bəni Üməyyələrin əlinə, Bəni Abbas əlinə, mübarəklərin əlinə Misirdə, Tunisdəkilərin əlinə və başqa müsəlman məmləkətlərindəkinin əlinə ki gələcək, onu bilirdilər onlar deyə. Deyirdilər, kaş imamətə yəni itaat edərdilər. Yəni, salavat deyən. Allahümmə salli alə Muhammed. Dəlil. Dinən ki, dəlil dinəndə özündən danışsan deyəsən bunu. Yox, dəlil deyirəm. Fədək döyürdü. Xanım Zəhra Salman problemi fədəkin özü, bağın özü döyürdü. Dəlillərdən. Əleyhissalam xəlifə olanda nöşün fədəki almadı. Fədəki geri qaytarmadı Əleyhissalam. Niyə? Əksinə qoydu elə qalsın, elə cəmaatın elə əlində bu qalsın. Niyə? İmam Kazım Əleyhissalama Harun Ər-Rəşid sual verir, deyir ki, Fədək bağının deyir, sərhəddini təyin elə, biz o fədək bağını sizdən qəsb eləmişdilər, qaytarırıq sizə. Bu məsələ bağlansın. İmam Kazım Əleyhissalam birinci bu deməli istəyi rədd edir, qəbul eləmir. Harun Ər-Rəşid təkid edir, deyir, yox, sizə zülm olunub, fədək alınıb sizin əlüzdən bağ alınmışdı, biz istəyirik qaytaraq, dəqiq o sərhədləri təyin elə, biz o bağı sənin üçün qaytarırıq. Deyir, qaytaracaqsan, deyir, təzmin eləyirəm, yəni 100% qaytaracaq. Diqqət elə görün, bağdan söhbət gəldi, ya, sual bağdan gəldi, görün nədir? Həzrəti İmam Kazım Əleyhissalam buyurur, La əxiduha illə bihududiha. Həqiqətən ancaq deyir, həqiqi deyir onun sərhəddin nədirsə, onda onu deyir səndən tələb eləyəcəm yəni. Deyir, buyur, razıyam. Əmməl həddül əvvəl, İmam Kazım Əleyhissalam deyir ki, birinci hədd fəədən, ədn cənnəti. Muntaha ileyhi Cəzirətul Arab. Səudiyyə yarımadası. Xilafət olan yerdir də bu məmləkət. Xilafətin o vaxt ki, sərhədləri nədir? Hamısını onları deyir. O bağ ki, Fədəkdə, Mədinədə idi, onu demir. İmam Kazım Əleyhissalam deyir ki, oradan başladı Cəzirətul Ərəb. Bunu deyəndə hədisdə gəlir fətəğəyyər vəchur Rəşid. Harun Rəşidin üzünün bir rəngi söndü. Vaxt nədən görə danışır? Hökumətdən danışır da, yəni belə. Vəl-həddü-thəni Səmərqənd. İkinci deyir, sərhəd deyir, Səmərqənddir. Hamısı o xilafəliyin o vaxtki sərhədləridir. Vəl-həddü-thəni Səmərqənd fəirbəddə vəchuh. Deyir, sifəti deyir, biraz da tündləşdi Harun Rəşidin. Vəl-həddü-thəlif Əfriqiyyə. Afrika deyir, üçüncü deyir sərhəd. Bütün Afrika yarımadasından söhbət gelmir, Tunisdən söhbət gedir. O vaxt İslam məmləkətinin oldu Tunis tərəf, indiki Tunis. Bu həddləri deyir, fəsvəddə vəchuh. Belə deyəndə deyir, Harun Ər-Rəşidin deyir, üzü tamam deyir, nə oldu, qaraldı və başladı gülməyə ki, da elə sən bizdən hökumət istəyirsən deyir. وَالرَّابِ سَيْفُ الْبَحْرِ مِمَّا يَلِ
Əl-Cüzura və Ərməniyyə. Ta yəni üzü bu yanları da məsələn Ərməniyyə tərəfləri də görürsən ki, bütün və orada olan balaca adalara qədər bütün xəlifəliyin vaxtında olan sərhədlərin hamısı deyir ki, o deyir, fədə deyir, odur. فَلَمْ يَبْقَ لَنَا شَيْءٌ فَتَحَوَّلْ إِلَى مَجْلِسِ. Harun Rəşid deyir ki, bizə heç şey qalmadı ki, gəlin mən durum, sən otur burada kürsüdə. Yəni İmam Kazım əleyhissalama deyir. Burada nə çıxır? O zamanda xanım Zəhra Samuel Aleyhanın o fədək ki alındı orada. Xanım Zəhra fədəkiyyə xutbəsində ki, yenə deyirəm, o adın özü ilə biraz da indi deyilib, belə hamı belə tanıyıb, biz də belə deyirik. Fədək də orada zikr olunur ki, o bağın özü məqsəd deyildi. O zülümlər ki, haqqa olunmuşdu. Vilayət qəsb olunmuşdu. O vilayətin haqqını istəyirdi tələb eləyə. Orada deyir ki, bax bu indi bu müsibətlər ki, bu cəmaatın başına üz gətirib, hələ mən Peyğəmbərin qızıyım, mənim başıma üz gətirmiyorsunuz. Bunun təhlili ictimai cəhətdən çox dərinlərə gedəcək. Üməyyənin əlinə çıxacaq bu İslam. Abbasilərin əlinə çıxacaq bu İslam. فَعِنْدَ ذَلِكَ عَزِمَ عَلَى قَتْلِهِ. İmam Kazım əleyhissalamın deyir, qətlinə orada fərman verir Harun Rəşid. Harun Rəşid bu söhbətdən sonra fərman verir ki, İmam Kazım əleyhissalamı gərək qətl eləyərlər. Diqqət edin, yəni yenə deyirəm, mən xanım Zəhra Samuel Aleyhanın mövlud günüdür. Könlümdə o yoxdur ki, sizi qəmləndirim. Amma istəyirəm xanım Zəhranın o şəxsiyyətini tanımaqdan ötəri müəyyən haşiyələrə çıxılır ki, xanımın o problemi nə idi orada. Onu biz bilsək, bilərik ki, xanımın şəxsiyyəti nə həddə idi. İndiyə qədər başa düşmüşük ki, ağlayırdı, çünki fədəyə aldılar, müsibət gəldi, üz gətirdi, incitdilər yəni, ona görə ağlayıb. İncidiblər deyə ağlamayıb, fədəkin özünə görə də ağlamayıb, söhbət vilayət söhbəti idi. Deməli, xanım Zəhra Salamullah Aleyha, bir var Şiyənin xanım Zəhrası, ənənəvi bildiyimiz xanım Zəhra Salamullah Aleyha ki, elə həmişə adət eləmişik, ağlayar. Niyə? Çünki vay müsibət üz gətirdi ona. Kərbəla üçün niyə ağlayır bəziləri? İncitdilər də, yəni onlar orada. Yəni, zərbələr dəydi, heyf, yəni, bu zərbələr özü, yəni, pis oldu, yəni, inciyirdilər onlar. Məsələ bundan da yuxarıdır. Təbii ki, insan gərək roza deyilə, mərsiyələr oxunan, məddahlıqlar yerində bunlar olmalıdır. Amma məhdud eləyəsən əhl-i beyti və şiəliyi bu məsələyə, əslən şiəliyi də başa düşməmişik, imamları da başa düşməmişik, məxsusən xanım Zəhranı heç başa düşməmişik. Hətta ustadlardan biri dedi ki, təhqirdir xanım Zəhra Salamullah Aleyha üçün. Ki, insan fikirləşir ki, fədəyə görə ağlayıb. Başa düşdün, kamil insanın olsa şənindən yuxarı bir şeydir bu dünya. Kamil insan şənindən aşağı şey üçün ağlamır ki. Onun fikri nələmir ki? Həmçinin necə ki, xanım Zəhra Salamullah Aleyhaya iki baxış var. Bir, dünyəvi baxış, yəni dünyəvi o materialist baxışdan söhbət getmədi, yenə deyirəm. Yəni, dünya miqyasında istəyirik, bəyan eləyək xanım kimdir. Doğrudan da xanım kamildir, istəyirsə deyək ki, məsələn, bu tərəfdən gerək başlayaq. Müsibətlər, yəni ənənəvi o şiyənin tanıdığı, başa düşdüyü, məsələn, xanım Zəhra Salamullah Aleyha, o deyil, təkcə o deyil, daha böyükdür. Və 12-ci İmam Salamullah Aleyh üçün də iki dənə baxış var və bir ənənəvi, məhdud şiyə baxışı var. Həqiqi şiyənin baxışı əslində elə bu cürdə bayaqdan danışdığımız elə şükür Allah hamımızda o fikirdəyik. Bir də var ki, ənənəvi. 12-ci imam kimdir? 12-ci imam gələcək, o adamdır ki, gələcək Rəcət vaxtında müəyyən səhabələri dirildəcək, onlardan qisas alacaq. İndi bu cür elə başa düşüb, imam yəni bu. Yer üzündə ədaləti bərpa eləyən imamın sifəti axı tək bu deyil. Yəmləul arda adlən və qıstan ba'da, bəli. İmam Zaman ağa üçün hədis nədir? Deyir ki, İmam Zaman deyir, gələcək, yer üzü nə qədər ki, fəsadla deyir, dolub, bütün yer üzü fəsadla ki, necə dolub, ədalətlə dolduracaq. Bu cəhani İmam Zamandır, bu cəhani vilayətdir, bu həqiqətən şiyənin vilayətidir. Şiəl məktəbində olan vilayət budur, şiyənin başa düşdüyü ola bilər başqadır. Diqqət elədin, şiyənin başa düşdüyü ola bilər bəzən başqa ola, amma şiyənin dediyi vilayət budur. İnsanın ümumiyyətlə, dedik ki, şəxsiyyətinin kəşfi qəm və şadlığındadır. Həyatda nəyə qəmlənir,
həyatda nəyə qəmlənir, həyatda nəyə şadlanır? Yoxsa elə roza məclisində hamı yanbayan oturur da, roza deyiləndə hamı ağlayır, yox. Bilinmir ki, kimin şəxsiyyəti nə həddədir. Bəlkə də İmam Hüseyin əleyhissalamdan roza deyəndə biri borcuna görə ağlayır. Deməli, insanın şəxsiyyəti həqiqətən həyatda nəyə qəmlənir, nəyə şadlanır məsələsindədir və gərək bu nöqtəyə diqqət olunur. Xanım Zəhra Salamullahi əleyhanın da bir, yenə deyək, rəvayəti bir duası var ki, onu da bəyan edəndə xanım Zəhra Salamullahi əleyhanın şəxsiyyəti üçün biraz da insan kəşf edir xanım Zəhra Salamullahi əleyhanın şəxsiyyətini. Salavat deyib dənə Peyğəmbər əhl-i beytinə. Buyurur xanım Zəhra Salamullahi əleyhə buyurur: Allahumma bi'ilmikəl gayb və qudratikə aləl xalq. İlahi, qeyb adı xatir və bütün məxluqata nüfuz edən qüdrət və xatir. Əhyini mə alimtəl həyətə xeyran li. Məni deyir, o həyat üçün deyir, diri elə ki, o həyat mənim üçün xeyirlidir. Və təvəffəni idə kənətil vəfatu xeyran li. Və məni o zaman öldür ki, ölüm mənim üçün xeyirlidir. Salavat deyib də Peyğəmbər əhl-i beytinə. Allahumma salli ala Muhammed və ali Muhammed. Çöldə nəsə səsküydü deyə görürsən ki, lap yaxşı, Allah mübarək olsun. Onda bir dənə də salavat deyib. Allahumma salli ala Muhammed və ali Muhammed. Deməli, xanım Zəhra Salamullahi əleyhə deyir ki, axı, nəyə şadlanır, nəyə qəmlənir, nəyə məhəbbəti var, nəyə tənəffürü var, kini var, o şeylərdən insanın şəxsiyyətinin həqiqətini başa düşmək olar. Xanım Zəhra Salamullahi duasıdır: Allahumma bi'ilmikəl qeybi və qudratikəl aləl xalq əhyini mə alimtəl həyətə xeyrən li. İlahi, məni diri elə o həyat üçün ki, mənim üçün xeyirlidir. Xeyirli bilirsən. Və təvəffəni idə kənətil vəfatu xeyran li. Və məni o zaman öldür ki, ölüm mənim üçün daha xeyirlidir. Allahumma inni əs'alükə kəlimətəl ixlas. İlahi, səndən ixlası istəyirəm. Diqqət edirsən. İlahi, səndən ixlası istəyirəm. İxlas da nədir? Bir dənə qoy haşiyə deyək də, burada belə olur. İxlas nədir? İxlas belə bir şey deyil ki, ilahi, nə iş görürəmsə, nə işlərimi görürəmsə, kömək elə ki, sənə xatir görüm. Bu ixlas deyil. İlahi, kömək elə ki, sənin işi görüm. Bu ixlasdır. İlahi, kömək elə işlərimi ki, görürəm, sənə xatir görüm. Yəni, mən də varam, amma sən də varsan da, indi sənə xatir görərəm, yaxşı. Bu ixlas deyil ki, burada qarışıq var. İlahi, kömək elə ki, sənin işi görüm. İxlas budur. Ağır oldu ya. Ağır oldu bu tərəfdə. Salavat deyək. Allahumma salli ala Muhammed və deyir, əsəlkə xəşyətəkə fir-rıza vəl-ğəzab. İlahi deyir, mənə səndən istəyirəm rizayət və qəzəb halında səndən qorxunu. Allah Teala'dan qorxunu deyir, razılıq və qəzəb halında səndən istəyirəm, ilahi. Əsəlükə nəimən lə yənfət. İlahi, səndən istəyirəm o neymətləri ki, müvəqqəti deyil, daimi neymətləri istəyirəm sənə. İndi dünya özü nədir? Daimidir, müvəqqət. İndi xanım Zəhra Salamullahi fədə istəyirdi. Fədə-i müvəqqətdir bu bax. Əsəlükə qurrətə aynin lə tənqətə. İlahi, səndən o göz işığını istəyirəm. Yəni, bu mənaya ki, yəni, o sevinç ki var insanın qurrətə ayindir. Hədisdə gəlir, Allah Teala mənim qurrətə eynimi, gözümün nurunu, sevincimi qərar verib namazda. Yəni. Deyirəm, məndə həmin o sevinci, elə sevinci bəxş edir ki, lə tənqətə. Qət olunmur həmin sevinc. Dünya sevinci qət olur, gedir. Deməli, tamam başqa bir sevincdən söhbət gedir burada məqsəd. Ər-rıza bil-qaza, əsəlükə ər-rıza bil-qaza. Razılıq istəyirəm, ilahi, səndən, sənin qəza qədəri və. Əsəlükə bərdəl ayşi ba'dəl məvt. İlahi,
rahat həyat istəyirəm ölümdən sonra. Şəxsiyyət gör nə qədər ucadır. İstədiklərinə bir dənə diqqət elə. Ən-nazara ilə vəcihə və şəvqən ilə liqaik. Sənin vəcihü və sənin deyir, özüvə deyir tamaşa eləməyi, yəni sənin zatıva deyir tamaşa eləməyi səndən istəyirəm və şövq istəyirəm səndən ki, sənə tərəf gəlim. Yox, insanda şövq hələ indi beyni Allahda, çox adamda yoxumuzdur çoxumuzda. Şövq, Həzrəti xanım Zəhra sallallahu aleyha, şəvqən ilə liqaik, şövq istəyirəm səndən deyir nəyə, sənin görüşvə gəlməkdə. Allahümmə zəyyinə bi zinətil iman, ilahi bizləri imanla deyir, imanla zinətləndir. Xanım Zəhra sallallahu aleyha bütün bu o xütbələrində ki, yenə deyirəm, fədəkdə orada işarə olunur o xütbədə. O xütbələrdən sonra, məsələn, müəyyən o haqqı batili ayırandan sonra bir dənə sizə burada mötərizə yenə açın. O ki, bəzi feminist məktəblər var qərbdə, qadın hüququnu çox müdafiə eləyirlər. Qərbdə, məsələn, deyirlər, İslamda qadının əslən rolu yoxdur, İslamda qadını həmişə əzirlər, ay hicab giyin başva, filan işlərdə işləyə bilməzsən, eləyə bilməzsən, sən bacarmazsan, qadına şəxsiyyət vermirlər, qadının ictimai siyasi fəaliyyəti yoxdur. O məktəblər ki, qərbdə var, barbar bağlılar İslam haqqında, həmin bu sözləri, xanım Zəhra sallallahu aleyhanın ictimai siyasi fəaliyyəti qədər indiki, yəni o cür yəni, o nümunə olacaq bu xanımın misalında başqa bir dənə dində var belə bir dənə xanım. Bu qədər ki, hətta kişilər üçün örnək deyilib İslamda o. Belə bir dənə xanımın başqa nümunəsi var. Bütün o feminist deməli təfəkkürlü qadınlara da bu sual ola bilər də. Qadının ümumiyyətlə şəxsiyyətini aşağı eləmək biz fikirləşəndə onun örtünüb örtünməməyi bu azadlıq yoxsa zəlalət deyə bilmərik ki, yəni bu meyar axı düzdür qadının şəxsiyyətini ölçmək üçün. Ola bilər qadına bir dənə azadlığı bəzi məktəblər verir, amma 100 dənə azadlığını əlindən alır. Əslən o bir dənə azadlığında da zindan var. Müəyyən o görürsən ki, paltarlar zatlar ki, məsələn, bərbəzə ilə indi dəbd oldu, bir verilişlər hazırlayırlar ki, 3 dənə, 5 dənə Azərbaycanlı qızlar da çıxardılar orada, deyir, sən yaxşı giyinmədin, filan kəmərli taxmasaydın daha yaxşı idi, nə bilim, kabluku giyindin, yaxşıdır, amma deyir, zövqlə döyüb, filan döyüb, verilişlərə bir dənə bax, bu güya şəxsiyyətdir bu. Yoxsa qadını əslən alçaltmaqdır, yəni sən biz deyən kimi gərək giyinəsən, başqa cür sən eləyə bilməzsən giyinəsən. Diqqət edirsən, deməli xanımın azadlığı və qadının ümumiyyətlə azadlığı, onun ictimai siyasi fəaliyyətinin belə deyək zənginliyini və onun şəxsiyyətinə olan həmin o belə deyək, o qadına şəxsiyyət verən ən layiqli şəxsiyyəti verən mənbə elə İslamın özüdür, Allah Taala'nın özüdür, onu gedək insan diqqətlə mütaliə eləyə. Bəli. Xanım Zəhra sallallahu aleyha bunu bəyan edəndən sonra müəyyən kəlmələrini ki, xütbələrində deyir, bunu dedim, bilirəm, amma öz dilimizlə qısa deyim. Deyir, bu söhbətləri ki, deyir, danışdım sizə, bir halda danışdım ki, bilirəm ki, deyir, qəbul eləməyəcəksiniz onsuz da. Amma ona görə dedim ki, höccət tamam olsun, yəni demiş olsun. Sabah deməsinlər, xanım Zəhra sallallahu aleyha ümmətin ictimai siyasi həyatında, tarixi həyatında heç bir rolu olmadı. Və kitabullah beynə azhurikum qad xalləftumuhu vəraə zuhurikum. Xanım Zəhra sallallahu aleyha deyir ki, Quran kitabı deyir, Allahın kitabı qabağınızdadır, onu deyir, arxoza deyir, qoymuşsunuz. Yəni, görmürsünüz heç. Yəni, haqqa itaət eləyib, ona beyyət eləyib, onu xəlifə eləməkdənsə, kəlamı qoydunuz qıraqda. Əl-yevm əkməltu ləkum dinəkum ayələrini, yəni qoydunuz qıraqda. Xanım Zəhra sallallahu aleyhanın şəxsiyyətini əslən mənim aləmdə istəyirsənsə mütaliə eləyəsən, təhlil eləyəsən, vilayət və imamət məsələsindən qıraq eləyə bilməzsən, mütaliə eləyəsən. Xanım Zəhra sallallahu aleyh vilayət yolunun birinci şəhididir. Bütün həyatı həll olmuşdur vilayətin müdafiəsində. İndi vilayət nədir ki, bunun müdafiəsində insan həlak olar? Vilayət xəlifəlik taxtında oturmaq deyil təkcə. Xəlifəlik məqamında oturmaq imamətin, vilayətin zahiridir, zahiri zühurudur. Bütün geniş miqyasda tətbiqinin gerçəkləşdiyi bir dənə alətdir. Yəni, əgər imam xəlifə belə olmasa genə imamdır,
Amma imamət və vilayətin batini qalır. Əgər İmam Əli əleyhissalam hökumətə çünki oturmasaydı, vilayətin zahiri bütün cəmiyyət və nəsillərə lazım olduğu keyfiyyətində çatmayacaqdı. Zəif çatacaqdı, yanında belə deyək, qarışıq olacaqdı. Necə ki, qarışıqlar olub, Allah Teala hələ imamət və vilayətini təyin edib də zülmlər var. Eləməsəydin, hansı zülmlər olardı? Xanım Zəhra sallallahu əleyhənin ucaq görənliyi ki, deyir ki, məsələn, bu hələ hədislərin birində var ki, deyir, bu cinayət ki, deyir, səqifədə elədiniz, az bir vaxt görəcəksiniz ki, qan deyir, sağacaqsınız. Deyir ki, görəcəksiniz ki, deyir, bu cinayətin deyir, nəticəsi nə olacaq? Yəni, bütün deyir, nəsillərə deyir, çatacaq. İndi nəsillərə çatıb yoxsa yox, o zülüm. Sənə bir dənə söz deyim, hətta Kərbəla birinci başladı həmin səqifədə. Deməli, hər bir şeyin zahiri var, batini var, yoxsa yox. Stəkanın zahiri var, batini var, yoxsa yox. Kitabın zahiri, batini var, yoxsa yox. İnsanın bir dənə cildi var, bir də onun içi var, yoxsa yox. Hər bir şeyin zahiri və batini var. Mənəvi və maddi, düzdür. Vilayətin zahiri var, bir də batini. Zahir həmin hökuməti oturmaqdır. Vilayət və imamət ki var, İmam Əli əleyhissalam və digər imamlar, o taxtda oturmaq, o vilayəti zühur eləməsidir. Yəni, zahirdə tətbiqidir. Qəzavət sahəsində, iqtisadiyyat sahəsində, təhsil sahəsində, ailə tərbiyəsi sahəsində, bütün sahələrdə vilayət artıq bilavasitə zühura gəlməsidir o. Amma olmasa xas insanlar, xas şiyələr artıq o vilayətə onsuz da etiqad edirlər və onunla çalışırlar həyatlarını sürələr. Bəzi sözlər gəlir, bura çıxır, buradan qayıdır. Nəysə, salavat deyirdən də. Allahumma sallallahu aleyhi Muhammed. Deməli, vilayətin, imamətin yolu əslən cəmaatdır, meyarı cəmaatdır. İmamətin meyarı, hədəfi cəmaatdır. İmamın öz şəxsi üçün olan o batini vilayətdir ki, Allahla rabitəsidir. Qalan vilayətin, imamətin bütün tamam faydası cəmaata çatır, ancaq cəmaata. Müxtəlif sahələrində, iqtisadiyyat sahəsində tutmuş hər yerindən, tərbiyə, elm, mərifət, hər şey. İndi cəmaat bu şeydən məhrum oldusa, bunun üçün ağlamazlar. Nəsillər bundan məhrum oldusa, bunun üçün ağlamazlar. Bunun üçün beytül əhzanlar eləməzlər. Xanım Zəhra sallallahu əleyhənin şəxsiyyəti, yəni fədək bağı üçün ağlamaqdır, yoxsa bu məsələlər üçün. Ki, bayaqdan danışırıq, elə sənlə mən narahat oluruq elə buna. Yeri var adam elə bir dənə bunun üçün roza deyək. Vilayətin deməli hədəfi, imamətin hədəfi cəmaat idi deyə məsum şəxslər, peyğəmbər və imamlar ən cahil adam belə yanında otursun, bir saat onunla peyğəmbərlə danışır, peyğəmbər səbrlə qulaq asırdı. Ta o zühur eləməlidir, yəni vilayət gərək cəmaata çata. Bu bir dənə ilahi böyük bir dənə feyzdir ki, şəhadət bahasına olsa belə gərək bu feyz insanlara çata. Çünki məsumun boynuna əgər o vilayət qoyulubsa, bu müvəkkildir ki, həmin onu tətbiq eləyə cəmaata, onu çatdıra. Öz şəxsi qeyrətdən də böyük qeyrət ilahi din qeyrəti idi ki, xanım Zəhra sallallahu əleyhi bunun müdafiəsində dayandı. Şəhadəti də buna görə baş verdi. Şəxsiyyətini də uca eləyən, bütün dünya xanımlarından da üstün eləyən aləmlərin xanımı qərar verən xislət də vaxt budur. Yoxsa fədək alındı, başına müsibət gəldi deyə deyil. Xanım Zəhra sallallahu kəlamlarındandır. Xanım Zəhra buyurur, əgər deyir vilayətə deyir beyyət eləsəydiniz, deyir ləməxtələfə filləhi isnan. Allah haqqında iki nəfər heç ixtilaf eləməzdi bir-biri ilə. İmam Əliyə yəni əgər beyyət olunsaydı, iki nəfər bir-biri ilə Allah haqqında mübahisə eləməzdi. Qalsın başqa şeylərlə. İmamət yaxşı, xanım Zəhra sallallahu əleyhi deməli, imamət elə həyatın özü də, yəni belə deyək, insan hədəf, kamil insanın hədəflərindən. Buyurur, Cəalallahu l-imamətə əmənən minəl-furqa. Xanım Zəhra sallallahu əleyhi kəlməsidir və bununla da xətm edilir. İmaməti Allah Taala ona görə qərar verdi ki, təfriqə olmasın. Deməli, vilayət və imamətin qəsbinə görə, yəni insanların bütün, nə ki xanım Zəhra sallallahu əleyha öz dövründəki insanlardan da başqa, bütün indiyə qədər o nəsillər ki var, müsəlman və qeyri-müsəlman nəsillər,
onların hamısının zəlalətə düşməsinə görə ağlayırdı orada. Nə ki, bağ əlimdən çıxdı deyə ağlayırdı. Xanım Zəhra salamullah aleyhanın şəxsiyyətini bax burada. İndi bax, bu cür xanım əgər sən tanıdınsa, bu tanıdığın bax, belə bir dənə xanıma təvəssül eləsən, duan heç cür geri qayıtmayacaq. Xanım Zəhra salamullah aleyhanın xatirinə inşallah Allah talanın bir ilahi və haqqi Fatimə, bi haqqi Fatimə, bi haqqi Fatimə. İslam dinini sən necə nazirləmişsən, o cür başa düşüb, o cür əməl edib, o cür təbliğ eləməyə bizlərə nəsib elə. İmamın zuhurunu tezləşdir, bizi ağanın zuhurunu tezləşdirənlərdən qərar ver. İslam və müsəlmanların hər bir sahədə tərəqqisi üçün çalışan bütün müsəlmanları müvəffəq elə. İslam və müsəlmanların tərəqqisi üçün çalışdığını zənn eləyib, amma tərəqqidən saxlayan insanları hidayət elə. İlahi, bu mövlud günündə bizim həyatı, bi haqqi Fatimə, bi haqqi Fatimə, bi haqqi Fatimə, bütün xəstələrə, məxsusən nəzərdə olan xəstələrə şəfaət ailə, bütün problemləri olan, məxsusən nəzərdə olan qardaşlar ki, böyle hamı nəzərdədir maşallah, hamının problemi var, ilahi, onların hamısını həll edə. Ölüm anı çətin anlardır. Anamız Xanım Zəhra salamullah aleyhanın hörmətinə bi haqqi Fatimə, bi haqqi Fatimə, bi haqqi Fatimə ölüm anında bizləri haqdan batilə qayıtmadan ölənlərdən elə. Və sallallahu alə Muhammed və alihi təyyibin əttə.